Demək, ürək xəstəliyi iki cür olmuş. Anadan gəlmə ürək xəstəliyi və qazanılmış ürək xəstəliyi. O zamanlar anadan gəlmə ürək qusuru uşaqlar sayı dünyada və bizim ölkədə artır. Bizim üçün ən böyük gözdən qaçıran xəstə növü çəhrayı növü ürək qusurlarıdır. Bəs ana bətnində ürək qüsurunu aşkarlamaq olurmu? Bəzən deyirlər ki, qüsur var, amma öz-özünə keçib gedəcək. Bu doğrudurmu bu fikir? Bəs sizin təcrübənizdə belə olub ki, məsələn, yanlış bir həkimə getmir, uşaq sonra sizə gətiriblər. Bu tüp bəbək deyirlər. Süni mayalama. Süni mayalama. Anadan gəlmə ürək qusuru oluşması risklərdən ən başlıqlardan birisidir. 15-lərdən birisi odur. Doğrudan. Kesinlikle. Mən xəstəyi görmədim. Mən necə diaqnoz qoya bilərəm? Yükünüz hər zaman daşına bilən olsun. 175 yük daşıma və evakuasiya xidməti. Badamlı. Adı və dadı ilə. Təbii mineral süfrə suyu. Salam dostlar, hər vaxtınız xeyir olsun. Demək kanalında sağlam həyat layihəmiz davam eləyir. Qonağımız isə uşaq kardiologu Elnur İmanovdur. Elnur bəy, xoş gəlmisiniz. Xoş gününüz olsun. Necəsiz Elnur bəy? Teşekkürler. Sadece işin yorğunluqdan başqa hər şey qaydasındadır. Bu son dövrlərdə, bax, siz də dediniz iş yorğunçuluğu. Bax, son dövrlərdə mən istəyirəm bugünkü müsahibəmizi tamamilə anadan gəlmə ürək qüsurları ilə bağlı eləyək. Son dövrlərdə siz uzun müddətdə artıq bildiyimə qədər 30 ilə yaxında bir uşaq kardioloq olaraq çalışırsınız. Son dövrlərdə əvvəlki dövrlərə nisbətən uşaq anadan gəlmə qüsurları artıb bu, yoxsa azalıb bu? Statistikalar hansı yerdədir bunlar? Artıq 33 illik həkiməm. Onun 22 ili uşaq kardiologiyada keçirdik. Yəni oradan da 22 illik təcrübəni axtarsaq, son zamanlar anadan gəlmə ürək qusuru uşaqlar sayı dünyada və bizim ölkədə artır. Çünki bilinen faktorla əlavə, hər zaman demişəm, yenə təkrar edəcəm, Covid ekləndi, yəni kimyasal maddələrin çox tükənməsi, onlar ekləndi, əlavə olundu. Ancaq onun dışında da bildiyimiz 13 faktor var idi ki, anadan gəlmə ürək qusurunun oluşmasına. Bunlar da bunun üstüne gəlincə və təəssüf olaraq anadan gəlmə ürək qusuru uşaqlarda sayı artıb. Mində 7-8 arasında seyretməkdədir. Bu yəni, çox gəlişmiş ölkələrdədir, yəni orta səviyyə ölkələrdə yenə də mində 7.8 arasında seyredir. O da az bir rəqəm deyil. Yəni çox inkişaf eləmiş ölkələrdə daha çoxdur. Çox inkişaf eləmiş ölkələrdə 6-7%, mində 6-7% gedir. Ancaq orta kateqoriyada, yəni ikinci dərəcəli inkişaf eləmiş ölkələrdə 7-8 arasında, yəni 1-2% daha çox təəssüf ki, görülməkdədir. Yəni çox ciddi fərq yoxdur əslində arada. Demək olar yox. Bəs bu problem, yəni anadan gəlmə ürək qusuru ana bətnindəmi yaranır? Bəli. Yoxsa sonradan da bu əmələ gələ bilər? Adı üstə anadan gəlmə ürək qusuru ana bətni uşaq olgunlaşırkən hamilənin 12-ci, 16-cı həftəsində artıq uşağın ürək neysə elədir. Ürək qusuru isə normalsa normal. Və ondan sonra da qurulmuş formatda artıq uşaq digər orqanlarını və öz inkişafını davam elətdirir. Ona görə biz hamiləliyin 16-cı, 20-ci həftəsində müayinə edirik, dəyərləndiririk, hər şey ətraflı bilirik ki, nə var, nə yox, ona görə hamiləyə davam edilib edilməməsinə qərar vermiş oluruq. Bəs ən çox rast gəlinən anadan gəlmə ürək qusurları hansılardır? Demək gərək qısacası ilə vurğulayım. Ən çox rast gələn kitabi olaraq aort qapağı iki taylı olması, çəhrayı növ ürək qusurlar. Ancaq yəni qusurlar ümumiyyətlə iki kateqoriya ayrılır. Çəhrayı növ və göy növ ürək qusurlar. Yəni ümumiyyətlə hər iki kateqoriya sırlansa kitabi olaraq ən çox rast gələn bikuspid aorta qapaq, iki taylı aorta qapağıdır. Yəni o statistikası ön sıradadır və çox da bəzi zaman klinik əlamətlər özdə bir üzə vermir. Yəni uşaqda heç bir problem yox ki, ancaq xəstəlik ağırlaşdıqca təəssüf olaraq da bəzi zaman kliniki bir üzələr də verə bilirlər bunlar. Ürəkdə dəlik var deyirlər. Yəni budur da siz dediyiniz yəqin ki. Xeyr, mən dediyim şey o, şax damar normal insanda 3 taylı olması gərəkir ikən, bu insanda şax damar 2 taylıdır. Ən çox rast gəlmiş anadan gəlmə ürək qusuru. Ancaq deliklər də təəssüf ki, çox popülərdir. Xalq arasında onlara parok deyilir. Yəni ki, parok var və s. və daxil. Ancaq yəni onlar da şükür olsun, hər şey elmin inkişafı ilə hərəsi öz yeri tapır, tədavi olunur, lazımsa açıq və qapalı ürək əməliyyatları olunur, problemlər aradan qalxmış olur bu arada. Ümumiyyətlə uşaq dünyaya gəldi, bildiyimə görə onu doğum evindən bir müayinə eləməlidir. Olunur, bu da protokolda olunur. Olunur, hə.
həmin anda uşağın dünyaya ürək qüsurlu gəldiyi bilinirmi, yoxsa artıq yəni valideynlər evdə müşahidə eləyib, müşahidə aparıb İndi əgər bilməlidirlərmi? Dünya Sağlıq Örgütünün Cənab Prezidentin fərmanı var ki, bütün xəstəxanalar, dövlət və özəl seviyyəsi olmayaraq uşaq ürəyi müayinəsi aparılır ki, dünyaya gələn uşaq ürəyi barədə fikir sahibi olaq. Yəni bu tendensiya artmasına, ürək qüsurunun sayının azalmasına gətirib çıxmağa çox böyük bir zəmindir. Ona görə də yəni rutin hər uşaq dünyaya gəldikdən sonra müayinə edilir, fikir sahibi olunur. Nə var, nə yox. Ona görə tələbə protokol tərtib edilmiş oldular. Bəs sizcə Azərbaycanda bu özəl klinikalar və yaxud da dövlət klinikalar buna necə riayət edirlər? Bunlara təəssüf ki, riayət edirlər, etmə məcburiyyətində, çünki oturmuş bir protokol var. Yəni dövlətdə dövlət idarəsi nəzarət edir, özəllər də özəl kurum var ki, onları nəzarət edir. Belə. Yəni mən 2 evladım var, amma onları yoxlamadılar, yəni bir 12 il bundan əvvəl. Bax, hər şey fərqli idi, indi elə deyil. İndi elə deyil. Hər şey fərqli idi, indi bu bambaşqadır. O hansı aparatdan mı keçirirlər? Müayinə olunur, uşaq fiziki müayinə olunur həkim tərəfindən, ekokardioqrafiya olunur, kardioqram lazım olsa çəkilir və ön bilgi sahibi olur ki, bu uşaq nədir? Ona görə davranırlar. Bəs hansı əlamətlər, məsələn, tutaq ki, belə deyək də, yəni hansısa bir rayon xəstəxanasında və yaxud da evdə, indi bilmirəm, nadir hallarda da olsa dünyaya uşaq gətirirlər və yaxud da hər hansı bir klinikada bunu səhlənkarlıq edib yoxlamayıblar ki, bu ürək qüsurlu əmələ gəlir. Hansı əlamətlərlə özünü göstərə bilər? Valideynlər harda şübhələnməlidirlər? Bir, yaşına görə, inkişafına görə buna hamısı dəyişir. Yeni doğan dövrdən başlasaq, zaten yanatolog müayinə edərkən bütün fiziki müayinə aparır. Nəbzlərinə baxır, təzyiqlərinə baxır, qandakı kislorod dəyərini ölçür. Yəni standart oturmuş protokolu var. Onların işini biləndən sonra artıq öz işini davam elətdirməkdədir. Bu bir. Sonra da şübhə olduğu zaman uşaq kardioloqa müraciət olunur. O da zaten müayinə edir. Ancaq nədən şübhələnəcək? Deyərəm ki, həkim Q eşitdi. Şübhələnir, göndərir. Bu çəhrayı növ ürək qüsuru. Zaten göy növ ürək qüsurları avtomatik olaraq, yəni birbaşa yoxlamaşa gedilir. Ancaq bizim üçün ən böyük gözdən qaçıran xəstə növü çəhrayı növ ürək qüsurlarıdır. Hansı ki, dış faktorlara bir şey yoxdur, keçib gedər. Boş ver, niyə həkimə gedirsə, flankət uşağında var, bunda da var. Kimi ifadələrlə real xəstəliyi bəzi zaman gecikdirirlər ki, problem yaşanmış olur. Bəs Elnur həkim, bu ürək qüsurları ilə dünyaya gəlmə bir genetik problemdirmi, yoxsa ata-ananın düzgün həyat tərzi keçirməməsidir? Gəlin belə sual verim. Anada gəlmə ürək qüsuru oluşmasına 15 dənə faktor var. Kitabı axırıncı buna üstünə COVID xəstəliyi də ekləndi, əlavə olundu. Hər ölkə mədəniyyətin sosial duruma görə bu 15 faktor yer dəyişdirir. Deyirəm ki, Avropada, Amerikada bu 15 faktor qoxu milyonlarda ən aşağı sırada ikən, ön sırada deyilkən, şərq ölkələrdə, ərəb ölkələrdə, isti iqlim olan ölkələrdə, müsəlman ölkələrdə qoxu mövlü ön sıradadır. Birinci yerdə qohum ilk sıralarda qohum evliliyi gəlir. Yəni mentalitəsi var. Məsələn, Avropa ölkələrdə qadınların şərab, alkol tükətimi çox yaygındır. Allahdan, yəni də şərq ölkələrdə elə bir şey azdır. Bizdə hələ ki azdır. Bizdə məsələn qohum evliliyi çoxdur. Onlarda qohum evliliyi azdır, alkol tükətimi çoxdur, nikotin tükətimi çoxdur, narkotik tükətimi çoxdur. Və bunlar hamısında 15 faktor var ki, anada gəlmə ürək qüsuru oluşmasına və 15 faktorlardan bir parçası olursa mütləq surətdə bu qadının artıq hamilə risk faktoru sayılır və bunu da düzgün müalicə aparmaq lazım, tələb olmalı. Yəni genetik faktorlar da orada rol oynayırmı, yoxsa neçə faiz rol oynayır? Təbii ki. Soy ağacı ilə bir şey var. Bir soy ağacı ürək qüsuru varsa, mütləq o ağaca xəssas, yəni hamilə risk patologiya daxildir və 16-cı 20-ci həftədə bunda artıq yəni o gözlə baxılır xəstəyə və gerəkən tibbi xidmət göstərilmiş olur. Onda belə çıxır ki, Azərbaycanda yeni qanun qəbul olundu, keçən ilki qohum evliliyi ləğv olundu. Bunu siz bir həkim olaraq alqışlayırsınız. Kəsinliklə alqışlayıram. O faydası var, ziyanı yoxdur. Çünki nəslimizi qorumuş oluruq. Dünyaya gələn uşaqların qabağını kəsilmiş olur. Qüsurlu uşaqlar dünyaya gəlmir. Bəs ana bətnində
ürək qüsurunu aşkarlamaq olurmu? Aşkarlamaq olursa neçənci ayda aşkarlamaq olur? Gəl dedim, belə vəziyyət, mən sizə dedim, gəl təkrar edirəm. Riskli hamilə qadının bir kateqoriyası var. 15 faktor ki, ona sadaladı. O riskli hamilə qadınlar mütləq surətdə 16-cı 20-ci həftədə uşaq kardioloq qəbulu getməlidir. Uşaq kardioloq onlara müayinə eləməlidir, dəyərləndirməlidir. Nəyi var, nəyi yox. Ondan sonra isə gərəkin tibbi protokol nə isə o tərtib olunur. Ancaq fetal kardioqrafiyada qüsur biz görürüksə, bu hansı növ qüsurdur? Uşağı sonlandırma ihtiyaç varmı? Və ya hamiləlik davam ediləcəkmi? Dünyaya gəldikdən sonra hansı mərkəzdə dünyaya gələcək, necə olacaq deyə hamısının ciddi nəzarətdə saxlanması gerəkən bir hadisədir. Yəni belə deyək, əgər qohum eyliliyi varsa, Risk faktor daşıyan genetik problemlər varsa və eyni zamanda belə deyək, ana alkoqollu içki içirsə və ya Kesinliklə hamilə 16-cı həftəsində o risk faktorunun biri də ola bilər, 3-ü də ola bilər, 5-i də ola bilər. Risk faktorunun birisi belə olsa, o hamilə qadın mütləq surət 16-cı 20-ci həftəsində müayinə edilir. İnkişaf ilə ürək barədə fikir sahibi olunur və ona görə hamiləlik barədə məlumat verilir. Tutaq ki, aşkarlandı ki, məsələn 16-cı, 17-ci həftə tutaq ki, 4-cü, 5-ci ay düşür də, belə başa düşür. 4-cü ayda bunda ürək qüsuru var. Hansı tədbirlər görülür? Qüsurdan qüsur dəyişir. Yəni gün-gün ürək qüsuru biz hamiləyə davam edirik. Ancaq yox, inkişafdan geri qalmış ürək 4 kameralı deyil, 3 kameralıdırsa və ya magistral daman transpozisiyası bu uşaq dünyaya gəldikdən sonra yeni doğan dövrdə ağır cərrahi protokolu tabi tutulacaqsa, məncə heç dünyaya gəlməsi ondan daha iyi. Çünki həm qadına ziyan vurur, həm anaya ziyan vurur. Yəni özünə uşağı ziyandır. Ona görə yəni bu tür digər orqanlarda fəsad görülmə ehtimalı var. Ona görə bu tür fəsadlar olmasın deyə vaxtın tədbir görülməsi məqsədə uyğun sayılır. Bəs ana bətnində hər hansı bir müdaxilə, əməliyyat edə bilirsinizmi siz? Biz yoxdur, Amerikada olunur. Aorta qapağın balon dilatasiyası həyata keçirilir. O da Amerikada, bizdə yox. Bizdə hələ ki yox, o səviyyə gəlib çıxılmır yəni. Türkiyədə belə yoxdur o. Türkiyədə belə yoxdur. Ancaq Amerikada. Yəni gələcəkdə inşallah ki, yəqin ki olar da yəqin bizdə. Onu həkimin savadı, sadəcə burada bir həkimin iş getmir, burada müəssisənin, kollektivin, multidisipliner yaxınlaşmanın çox önəmli faktoru var. Bəzən deyirlər ki, qüsur var, amma öz-özünə keçib gedəcək. Bəli. Bu doğrudurmu bu fikir? Tamamilə doğrudur. Bəzi ürək qüsurlar zaman ərzində öz-özünə bərpa edilir. Heç bir müdaxilə tələb olunmur. İnkişafda bir problem olmur. Ona görə də yəni sadəcə takib altında saxlayıb, yəni nəzarətdə saxlamaq məqsədə uyğun sayılır hər zaman. Yəni belə deyək də, yəni bu hansı xəstəliklər öz-özünə sağala bilər, hansılar sağala bilər? Yəni ki, xırda qulaqçıqaz çəpər defekti, xırda botol axacağı, yüngül səviyyədə darlıqlar öz-özünə zaman ərzində keçib gedə bilirlər. Bəs hansı körpələr, hansı yaşda əməliyyat olunmalıdır? Tutaq ki, ürək qüsuru var. Məsələn, o körpəni gözləmək lazımdır ki, 5 yaşına gəlsin. Xeyr, elə bir şey yoxdur. Birinci, hər xəstə fərdi yanaşılır. Şablon olaraq heç bir uşağa eyni şablon istifadə olunur. Bu bir. Ancaq standart tutulmuş protokollar var. Deyəm ki, magistral damar transpozisiyası əlavə hər hansı başqa bir qüsur yoxdursa, bu həyatın ilk 10 gün, 2 həftə, maksimum 2 həftə içində əməliyyat olunmalıdır. Protokollar var, fikrin başa düşdünüz. Yəni biz, mənim canım istəyir, mən bunu eləyirəm, sənin canım istəyir, mən bunu eləmirəm, bir şey yoxdur. Oturulmuş elmin protokolları var. Lazımsa biz yeni doğmuş uşağı da 5 gün, 6 gün uşağı da ürək əməliyyatı həyata yapararıq. Və bəzi zaman görürsən saxlayır, heç bir şey də eləmir. Yəni o artıq inkişafın özünə verdiyi protokol əsasəndir. Yəni belə deyək də, əməliyyat eləmədiyiniz xəstələri sadəcə olaraq gözləmə altına qoyursunuz, təkrar müayinələrə ehtiyac var. Bəli. Müalicələr yazırıq, tədavi protokol yazırıq, ürək boşaltıcı müayinələr var və s. tədbirlər var. Hər xəstə fərdi yaxınlaşılır ki, rahat olsun. Nur həkim, bizim digər orqanlarımız əməliyyat olunarkən belə deyək də, çox da həyəcanlanmırıq ki, məsələn, bağırsaqdırmı və yaxud da nə bilim, ödün kəsilib atılması adi bir məsələyə çıxıb, kör bağırsaq məsələləri. Amma ürəklə bağlı insanların həyəcanı, təşvişi daha çoxdur. Çünki motordur da, belə deyək ki, uşaq olanda da bu daha
həyəcan 2 qat artır. Ferrari motoru kimi. Bəli. Risklər nə qədərdir? Nə qədər məsələn ölüm riski olsunmu və yaxud da əməliyyatın uğurlu olub olmaması nədən asılıdır? Birinci əməliyyat uğurlu olub olmadığı vaxtına qoyulmuş diaqnoz asılıdır. Vaxtından transporta asılıdır. Yəni mərkəzə yetişdirilməsi, ümumi klinikin vəziyyətin stabil olması, infeksiyon parametri olmaması, yəni biokimik analizə hamısının olması bu əməliyyat uğurlu olmasına daha gətirib çıxarır. Nəinki hazırlanmamış bir xəstəni anidən götürüb əməliyyat eləmək. Yəni ona görə də hər müəssisədə bu işlə zaten savadlı insanlar məşğul olur. Onlar öz işlərini çox yaxşı bilirlər. Nə vaxt eləmək lazımdır. Yəni də təcili var başqa, poliklinik əməliyyat, randevulu əməliyyat sistemi başqa. Çünki sonra göz qarşısında qaç çıxartmış olmasınlar. Bəs ümumiyyətlə Azərbaycanda indi vəziyyət necədir? Sırf uşaq kardioloqu və uşaq əməliyyatları deyək də, uşaq ürək əməliyyatları sayəsində hansı yeniliklər var? Məsələn, sizin öz təcrübənizdən bizə bölüşə bilərsinizmi ki, 5 il əvvəl bu yox idi, indi bunlar var? Yəni, Azərbaycan bütün sektor inkişaf etdiyi kimi səhiyyə, özəlliklə uşaq kardioloq çox inkişaf edir. Zaten ölkədə 3-4 tane uşaq kardioloq var. Hamısı şükür olsun, xaricdə təhsil almış məzun insanlardır, işini bilən insanlardır. Və cəmadə elmi takip edən insanlardır, mən dahil. Ona görə də yəni, qabaq o edilmə iş, bu olunmayacaq bir şey yoxdur. Çaba, qayrət, inkişaf bunu tamamilə aradan qaldırır. Ona görə elə indiki olan, mən tələbə illərimi xatırlayıram. Orada ağciyər stenozu çox önəmli əməliyyat sayılırdı ki, 25 il bundan qabaq. Birinci sırada bir rezident etdirimiz bir müdaxilədir o. Yəni, elm inkişaf edir, sənaye inkişaf edir, texnologiya inkişaf edir. Yəni, bəzi qüsurlar artıq bu dəqiqə uşaq andayan ürək qüsurları 30-40% biz açıq cərrahiyədən xəstələnən onların əlindən almışıq. Arada zarafatlarımız olur ki, cərrahlarında sən 20 ildən sonra bizim tamamilə sadə bir həkim eləyəcəksən. Çünki bizdə asıl elm inkişaf edir, qapalı sənaye texnologiyası çox inkişaf edir və təbii ki, hər şey invaziv olunmayacaq. Anatomi quruluşa görə bu cərrahiyyədə girməsi gerəkən bəlli bir xəstə kontingenti var. Ancaq hər şey o zamanda aparılması məqsədə uyğun olardı. Dediniz ki, uşaq kardioloqu saylandı. Azərbaycanda 3-4 nəfərdir. Necə təəssüf ki, hər kəs uşağa baxar. Necə? Təəssüf olaraq hər kəs uşağa meyilli salır, baxar. Böyük, balaca, asılı olmayaraq. Bir insanın bir yeri ağrıyır, yaxud da uşaq xəstələnir və yaxud da nə bilim hansısa bir məsələdə problemi yaranır. Bilmir hansı həkimə getsin. Təsadüfən də bir həkimə bunu yönəldirlər. Bu da tutaq ki, terapevtdir və yaxud da nə bilim ümumi cərrahdır və yaxud da böyüklərin böyük kardioloqudur, böyük uşaq kardioloqudur. Pulun dərdindən yaxşı həkimlərimiz çoxdur, sağ olsunlar, yəni Allah canlarını sağ eləsinlər, amma belə pula həris olan həkimlər də çıxır arasından. Özgüvən insanları itirirlər. Bəli. Deyir ki, gəl mən əməliyyat eləyim və yaxud da müalicə yazam və yaxud da dərman yazam. Hər kəs işi məşğul olmalıdır. Jurnalist eləməlidir, həkim həkimlik eləməlidir. Mən gəlib jurnalist eləyə bilmərəm. Sizin təcrübənizdə o keyfiyyəti verə bilmərəm heç vaxt. Sizin verdiyiniz ki, çünki bu işin mütəxəssisiz, məktəbə oxumusunuz, dəftər kitabı bilirsiniz və s. Biz əl usulü öyrənilmiş, Türk dilində isə ustad çıraq məsələsi ilə olacaq bu iş. Ancaq altı fundamenti boş olandan sonra o bindən çox qalmaz. Hər zaman bir gün öz-özünə çökər. Və sizin təcrübənizdə belə olub ki, məsələn, yanlış bir həkimə getmir, uşaq sonra sizə gətiriblər? Hər gün. Sayı hesaba bitmir. Hər gün. O işi takip edən, sözü bir dəfə deyirəm, 2 dəfə deyirəm, 3 dəfə deyirəm, artıq görürəm, önəmsəmirlər. Mən bir həkim tanıyıram, öz yaxınları, öz avlatları gətirməyə müayinə elətdirir. Ancaq başqa klinikada uşaqlara baxır. Yəni buna bir nəzarət yoxdurmu ki, məsələn, sən uşaq kardioloqu deyilsən, bu uşağa sən baxma da. Yəni sən yavaş-yavaş hamısı nəzarət alınır. Plastikini qutardıq, yəni keçəcək ginekologiyaya, ginekologiyaya sonra uşaq kardiologiyaya. Hər şey sırası var da. Çünki hər şey birinə nəzarət etmək qeyri-mümkündür. Elnur həkim, bu belə qüsurla dünyaya gəlmiş uşaqlar dediniz ki, 5 gündə də, 15 gündə də əməliyyat olunur. Doğru, bir gündə də olunur. Bəziləri öz-özünə sağalır. Bəli. Əməliyyat olunmuş o körpələr böyüyəndə necə olurlar? Yəni digər insanlardan fərqlənir. Bax, xəstəlikdən xəstəlik fərq var. Deyirəm ki, tək mədəci və ya qulaqçı var, şəfər defektlər. Onlar ümumi cərrahi apandisit kimi əməliyyatlardır. Yəni kateqoriyasına baxsaq. Yəni rahatlıq edə bilər. Ancaq bəzi cərrahi əməliyyatlar var ki, tək mədəci cərrahisi, Glen əməliyyatı, Fontan əməliyyatı, Norwood protokolları və s. Yəni onlar artıq fəsad da bədənə qoya bilir zaman ərzində.
Norud 1, Norud 2, yəni də ona görə də vaxtında aparılan müdaxilələr çox önəm zəbt edir. Hər şeyin vaxtında həll eləmək tövsiyə edirəm. Başqa heç bir şey istəmirəm. Bəs uşaq dünyaya gələrkən, xüsusən də körpələr, yəni bir neçə yaşa qədər, məsələn 3-4 yaşa qədər nəzarətsiz qalarsa, məsələn o yıxıla bilər və yaxud da qidanın həddindən artıq qəbul ola bilər, digər faktorlar ola bilər. Həmin ərəfədə ürək qüsuru yarana bilərmi? Uşaq dünyaya necə gəlirsə elədir. Yəni sonradan ürək qüsuru yaranmır da. Sənin də 5 barmağın varsa, 4-ü varsa, bu qüsurlu sayılır. Bu sonra öz-özünə günəşlə bu barmaq buradan oluşmur. Fikrimiz aynı belə. Yıxılmaq falan o ayrı şeydir. O qazanılmış. Demək ürək xəstəliyi 2 cür olmur. Anadan gəlmə ürək xəstəliyi və qazanılmış ürək xəstəliyi. O kateqoriya bu dəqiqə uşaqlarda 90% AOG, anadan gəlmə ürək qüsurları, 10-20% qazanılmış. Qabaq isə tərsinə edir. Niyə qabaq tərsinə edir? Qüsurlu uşaq həmişə dünyaya gəlib. Onu aşkarlamaq olsa qoymaq texnologiyası, savad bilgisi. Texnologiya məsələsi burada önəmlidir. Var idi. Bir kardioqrammanın trikuspid qapaq atreziyası DTG şəklində artı piyes qoymaq EKG-dən biraz çətindir. Fikrimiz aynı belə. Onu görmək lazımdır, avadanlıqlar lazımdır, savad lazımdır. Kimi söhbət gedir. Bəs Azərbaycanda yeni belə deyək də son 5 ildə və yaxud da 10 ildə yeni hansı cihazlar var ki, ürək qüsurlarını daha dəqiq aydın edir? Yəni bütün xaricdə olan tibb sahəsinin necə inkişaf edirsə, həmin cihazlar Bakıda da var. Mercedes konveyinlə çıxan maşın 1 aydan sonra buradadır. Sürücü də var. Misal verirəm sizə. Yəni o cihazlar beyin tələb eləyir və hər kəs o cihazdan istifadə edir hal-hazırda. O baxımdan xoşbəxtlik də belə deyək ki, çünki bizimki avadan qalmaq meyilliyi var. Yəni klinikalar alır onu. Həkimlər özləri yəqin ki pul çatdırır. Özləri də ala bilərlər, klinikada alır, yəni də. Bizimki avadan qalmağı boldular. Rəqabət kimi, 3-4 dənə maşın olan kimi, 3-4 dənə aparatım olsun, 2 dənə ex olsun, bol olsun, ortada bol olsun. Ancaq məqsəd odur ki, onu işlədəcək beyin önəmlidir. Bəli. Varmı beyin kifayət sayda varmı? Yəni ümumiyyətlə Azərbaycan səhiyyəsinin son illərini necə qiymətləndirirsiniz? Uşaq kardiologiya var. Yox, uşaq kardiologiya ölkədə yox idi. İndi artıq rezidentlər veririk. Sayı da olsa, saya biləcək insanlar var. Qabaqca o yox idi. Və necə çatdırırsınız 3-4 nəfər bu qədər ölkəni? Birinci 3-4 nəfərdir, 5-6 nəfərdir. Ancaq gələ deyirəm, bizdən başqa hər kəs ürəyə baxır. Xəstə axırda düzgün yola gəlmək üçün bizə müraciət edir. Ən axırda gəlirsən. Və bəzi zaman həkimlər də o səhvi buraxırlar. Bəlkə də valideynlər maariflənməyib və bilməyiblər ki, hara getmək lazımdır. Baxın, indi burada sosial ilişkilər, duyğusal ilişkilər, qonşu söhbətləri, mən səni tanıyıram. Xəstədir, dövlətdə işləsə bilər, göndərəm səni yanıma. Ancaq bilmir ki, yanında uşaq kardioloq var. Bilir, ancaq yenə də ünsiyyət salam belə ki, xatirinə sizə yönəldir. Və gündə necə rastlaşıram. Dövlətdə də, özdə də olsun. Ona görə yükü biz daşımırıq. Yükümüzü ixtisası olmayan insanlar daşıyır. Sadəcə bataqlığa düşəndə xəstə bizim yanımıza gəlir. Fikrimiz ayrıya bildirmir. Emir bəy, mənim üçün çox maraqlı bir nüans da var. Bu tüp bəbək deyirlər. Süni mayalanma. Süni mayalanma. Anadan gəlmə ürək qüsuru oluşması risklərdən ən başdakılardan birisidir. 15-lərdən birisi odur. Doğru da. Kesinlikle. Hər süni mayalanma fetal mütləq protokol olaraq uşaq kardioloqiyasına keçməlidir. Zaten onun dosyalarda var bunlar, doldurulur, yəni baxılır. Yəni süni mayalanma ilə əmələ gələn uşaqda daha çox risk var. Risklərdən birisidir. Baxın. Yəni süni mayalama deyək. Erkən faktor 1. Erkən yaş qoyduq 2. Zaten qohum evliliyi orada önəm daşımır. Erkən yaş. Qadının sürəkli alkol tükətimi, kişidə də həmçin. Hamiləlik 3 ayını keçirdi, infeksiyalar. Gör nə qədər şey çıxdı. Qadın demişkən, biz bayaq sizdə müsahibənin əvvəlində dediniz ki, yəni Azərbaycanda və yaxud da şərq ölkələrində bu alkoqol və yaxud da Allahdan azdır. Allahdan azdır dediniz, amma son dövrdə artış gedir. Gənc qızların hamısı elektron siqaret çəkdiyini sərbəst elektron siqaret çəkinmədən belə də olmalı kimi özünə aparırlar. Yəni bu normal bir şeydir. Yəni, çox üz istifadə ki, Avropalaşma gedir. Və onlar nə qədər Avropalaşma gedir? Müntəzəm mənasında Avropalaşma gedir və bunlar nə tür fəsadlar göstərəcəyi zaman ərzində yəni bir bürüzə verəcək. Ona görə anadan gəlmə ürək qüsuru sayı azalmaqdansa gedə-gedə artır. Gidik kimyasal maddələr,
Sənaye yağları, yəni bu sıvı yağlar alırıq. Ben onların hamısını sənaye yağı deyirəm. Texnologiyadan, neftdən hazırlanan sıvı yağlar bilirəm, adını çəkmək istəmirəm. Elnur bəy, bir neçə klinikada çalışırsınız bildiyimə görə. Bu qədər əməliyyatlar, uşağa daha diqqətlə yanaşmaq lazımdır. Bu işləri bir arada necə çatdırırsınız? İşte ona görə yorğun halda bura gəlirəm. Siz gələndə Sonucu budur yəni. Səhər saat 7-də evdən çıxıb da sənə müsahibəyə vermək üçün axşam 7-də gəlirsənsə və bütün gün işləyirsənsə, sonucu budur yəni. və əziz dostlar, əslində Elnur bəy enerjili bir adamdır. Sadəcə bu gün sözüm. Sadəcə olaraq biz gərək Elnur bəylə bir vaxt eləyək, səhər tezdən müsahibə alaq. Səhər müsahibələrім çox xoş olub bizə. O müsahibədə daha enerjik, daha belə çünki adam saat 8-dən 6-ya qədər bir neçə klinikada uşaqları müayinə edir. Sadəcə yəni, bizim işimiz klinikdə var deyil. Mən eyni zamanda medisut müəllimiyəm. O tədrisi var və s. varsa. Beyin mütəmadi işləyir. Yəni, insan istər-istəməz yorulur və gələn telefon zənglər, anlamlı və anlamsız zənglər. Yəni sənin işinlə əlaqəsi yoxdur, ancaq valideyn Nəsə zəngirəyə soruşur. Zəngirə soruşur. Kənddən, havadan, sudan. Yəni qısa lokalik danışmaqdansa 20 il bundan qabaqki informasiya danışır və başa düşmür ki, və ən çox burada şey zəngi, doktor salam əleykum, məni tanıdın? Deyirəm, xeyr. Mən necə tanıya bilərəm də? Yəni, nəsə xüsusi bir şey olmalıdır ki, o pasiyent ağlımda qalsın. Mən hər zaman bir misal verirəm. Metronun lokomotivin sürücüsü hər minən sərnişin tanıyırmı? Və avtobus sürücüsü hər gün minən şəhərlər arası avtobus sürücüsü də olsun. Orada məsələn sayı azdır, indi azaldıram da. Yəni metrodan düşdüyüm 45 nəfərə. Və ya şey o 25'lik Pazik avtobus balacam yəni xunda maşınları. Hə, yəni də sürücü ona xatırlar mı? Kimi xatırlar? Mütəmadi gəlib gedən, salam əleykum var, yerlisidir, münasibət onlara xatırlar. Yoxsa hər bir sərnişin xatırlamaz ki. Ancaq onlar da özlərini hər zaman elə aparırlar ki, mən oğlum məktəbi qurtardı bu il. A'dan oxudu, B'dən oxudu, G'dən oxudu. Vallahi bilmirdim. Fikrim başa düşdünüz. Ancaq xəstə elə deyir ki, sən mənim 7 nəsilimi hamısını bilməlisən. Yəni çəkdiyi echo raporları deyir bilməlisən. Bu hardan bilir? Məsələn, mən hər zaman argument və faktla danışıram. Yəni belə özümü uydurma deyib. Bir pasiyent mən yazdım. Salam əleykum, əleykum salam. WhatsApp üzərindən falan kəsəm, buyur xanım. Siz vaxtım uşağımı əməl müayinə eləmişdiniz, sonra əməliyyat eləmişdiniz. Mən diş çəkdirmək istəyirəm. Nə məsləhət görürsünüz? Dedim, xanım, zəhmət olmasa müayinə etdiyim kağızlara, echo raporları, əməliyyatdan öncə, əməliyyatdan sonra hamısını göndərin. Mən bilim nədən söhbət getdiyini, ondan sonra sevə-sevə sualınıza cavab verərəm. Necə oldu ki, sən bizə xatırlamırsan? Və ikinci bir yazışmada gələn cavab. Necə oldu ki, sən bizə xatırlamırsan? Vallahi xatırlamıram. Yox, sən bizə xatırlamalısan. İnşallah. Gələrsən, mən sizə xüsusi bir yayında bir odaqda qeyd edəcəm ki, bu nömrədə zəng ilə falan kəsdir. Yəni, insaf, iman yaxşı şeydir. Və onlar da bizi yorur. Yəni, insanoğlu belə bir kapasitesi var. Bizim tək dərimiz xəstələr deyil. Yəni, bizim hər kəs ailəsi var, müəllimliyi var, təşkilat işləri var, inzibati işləri var. Yəni də insan onu başa düşməlidir. Və hər kəs səndən bir egoist olaraq mükəmməlliğini səndən istəyir. Mən eyni zamanda dövlət xəstəxanasında işləyirəm. Pasiyenti hamısı yılır qapının ağzına. Baxalım, əyləşin, hər kəsin əlində barkod vardı. Barkod sırasıyla, dəqiqəsilə, sən 24 sənsə, birinci 24 keçir, sonra 25, sonra 35. 35 olur da 24 keçə bilməz. Yenə suni bir kalabalık yaradırlar qapının ağzında. Psikolojik olaraq həkimi yorurlar. Həkim nə fikirləşir? Oy dedə, qapının ağzında 20 nəfər var. Tez bunları bir qutarım. Təbii ki, mənə aidəti yoxdur. Bu insan psixolojusudur. Və istər-istəməz insan zaman ərzində yorulur. Ona görə sizə o qurduğunuz proqram mənim çox xoşuma gəldi. Yəni də hər kəs randevu ilə və mənim də çalışma kapasitəsim var. Mən gündə 15-20-dən yuxarı xəstə istəsinə baxa bilmərəm. Çünki yoruluram. Yaş öz dövrü var, yəni düşüncə dövrü var. Anlayırsa, mən baxıram bu stəkan armudu stəkanıdır. Altı qırmızı, yuxarı beyaz. Bunu bıraxan mütəxəssis bu fərqli şey görür. Xəstələr də bizim baxışlarımıza, düşündüklərimizə, analiz elədiyimizi hələ bilirlər ki, biz monitora baxdığımız zaman künə baxırıq. Biz hər xəstə üçün gördüyümüzü analiz edirik. Müzakirə edirik. Şərh bilimdə yorumlanır, sonra da nəticə veririk. Və Allah korusun, mənfi bir şey gözündən qaçarsa.
Heç kim sən deməz ki, qapının ağzında 20 nəfər var. Qapının ağzında səs-küydən sən bunu bu hala gətirdin. Ona görə az çalışacaqsan. Az deyil ki, səmərəli. İnşallah bizim tədbiqimiz sayəsində artıq qapının ağzında. Yox, mən gerçəkdən otağa gəldim, ay xan, stullar hamısı boşdur. Bəli. Oturun da deyirəm. Dövlət sizə bir şərait yaradıb, komfortlu stullar, əyləşində. Banka gedirsən, bankomat alırsan sıra nömrə, quzu gözləyirsən, oturursan orada. Həkimin yanına gələndə niyə eynisini eləmirsən? Həmin adamsan da qardaş. Həmin qəsəbənin, həmin rayonun, həmin şəhərin vətəndaşısan. Sən gedirsən banka işi olduğu zaman çeki götürürsən, yazır ki C25. Olsa quzu kimi monitora baxsın. C25-nə vaxt gəlsə, qalxıb keçir. Sən o müştəri xidmətlər insan qabağına hamısı kütlə tərəfə yığılmır ki. Ancaq siz onu orada eləyirsinizsə, bu xidməti, sizə yaradılan xidməti siz niyə həkimin qabağında tətbiq eləmək istəmirsiniz? Hər kəs əlində barkod verilir. Saat yazım. 8:25. 10:32 misal. Hər kəs səsini bilir. Niyə psixoloji olaraq adamı yorursunuz? Onlar da hamısı təsir edir. Ya mən gələ deyirəm, Avropada və Amerikada işləyən insanlar vallahi gəlib Azərbaycanda işləyə bilməzlər. Buranın özünə aid bir mentalitəsi var. Bura görürsünüz o real, yəni buna özünə aid yazılmayan qanunlar var. Diyaloqlar var. Yaxlaşım var. Xəstə gəldiysə sən bunu hər şeyi dinləməlisən. Alakası olmadı. Mən məsələn Amerikada da oxumuşam, Türkiyədə yaşamışam da, 3 universitetdə bitirmişəm və s. Orada danışanda adam deyirmiş nə var? Mən beynim sənin dərdini dinləmək üçündür. Anamnez topla. Ancaq mənim kəndimdə bir dəfə inək məni vurdu. Mən o 3 yaşında qalxdım. Onda əməkləyirdim. Sonra həkimə getdim. Həkim dedi məni müayinə elədi. Küy eşitdi. Bana inək yığışdırdı. Həkimə getdin. Həkimə getdin. Mənə o lazımdır. Deyirəm, valideyn, uşağı buraya niyə gətirmirsən? Deyir, otur bala. Mənə deyir, otur. Ya yaxşı oturdum. Bu uşaq kənddə yaşayır. Eyvallah. Allah can sağlığı versin. Mən realı danışıram. İnək bunu vurub. Eyvallah. Nə olub? Ona 4 aydan sonra uşaq ağrır. Bak iynə vurub, travma olar və s. Eyvallah, başa düşürəm. Ancaq alakası olmayan bir bağlantı var. 4 aydan sonra gedir peyvəndə. Peyvəndə həkim nəsə müayinə edir, şübhələnir. Sən elə başda oradan götür də. Sən həkimi o gərəksiz ifadələ onun beynini niyə yükləyirsən? Ancaq xaricdə belə deyil. Bizim millət xoşdur telefonu tibbi xidmət göstərilməsi. Zəng edir, danışır. Sonra sən gəl müayinə edir, yox, burada başa sağlamır səni. Ancaq xaricdə elə deyil. Onda belə ödəməsi var, belə ücrəti var. Məsələn, Fransada elədir. Danışdı, tamam, bu hesabı qıpıl köçürməsi və qayət normal qarşılayırlar. Axırda mən deyim ki, mən Google Translate deyiləm sizə. Dərdiniz varsa, o yazın Google-a nəticə çıxacaqdır. Tarama motoru deyiləm mən. Mən xəstəyi görmədəm. Mən necə diaqnoz qoya bilərəm? Ön şübhə ağlıma gələ bilər. Eyvallah. Ön düşüncəm. Ancaq o diaqnoz deyil ki, sonra sabah deyirsiniz ki, İmanov yanına getdik. İmanov belə məsləhət görür. Ancaq gəlməyiblər ha. Niyə? Kiminsə talihini oynayayım? Devlet sənə şərait edib get uşağı orada müayinə elətdir. Hizmətə randevu al. Bax, nə gözəl yeni klinik randevu elədi və s. O bursad elədir. Biz də randevu veririk. Ancaq insanlar hələ də o köhnə Sovet şuur altını, özellikle devlet hastanelərdə, yəni qaldıra bilmirlər. Təbii ki, özəllər o fərqlidir mühafizə. Bizdə də mühafizə var. Məyin zaman devlətdə də işlər. Mühafizə də var. Daşıya bilmir bu yükü. Yəni insanın IQ-su mi deyim, səviyyəsi mi deyim? Gedirəm, banka gedir, başqa cür davranır. Həmin Həsən Məmməd Vəli. Həmin insana 5 dəqiqə sonra bank var. Yolun o tərəfi bankdır. Orada fərqli davranır. Tüm məsələsində fərqli davranır. Arada bir küçənin o tərəfi var. Başqa bir şey demirəm. Buradan çıxır, oraya gedir. Yəni mən də arada özümü onu günahlandırıram ki, bizi özümüz bu hala gətirmişik. Və yaxud da Nizami küçəsində Tərqovda da, keçmiş Tərqovda zibili yerə atmır. Gəlir Memar Əcəmidə atır. Saqqızı yerə tüpürür. Həmin adam ha. Həmin adam. Eyni şeyi orada eləmir. Gəlir Memar Əcəmidə atır. Saqqızı çeni çaq atır yerə. Mən arada öz həkimlərimizə günah görürəm ki, biz bəzi zaman çox özümüzü dəyərsiz qoymuşuq.
Bir həkim yetişmək üçün 15-20 il ali təhsil almaq məcburiyyətindəsən. Bu dəqiqə bir minimum bir uzmanlıq bitirmək üçün, Azərbaycan rezidentur bitirmək üçün yox 11 il getdi. Ali təhsildən söhbət gedir. Sənin gəncliyin məhv olur dönəmi. 17-dən başla 11 üstünə gəl 30-a qədər. Beyin səmərə dönməz ancaq oxumaqla edirsən. Sonra bir işə atıldığı zaman qarşıda ki sana bir də ekrana baxdın. Bir ekrana baxmaq üçün mən nələr oxumuşam və nələr oxuyuram hər gün. Nələr orada analiz edirəm. Bu sənin üçün kino deyil, teleserial deyil. Harada qutaracaq, görə gələn həftə bu kim evlənəcək, kim alacaq deyil yəni bu. Burada analiz edilir və sən qərar verilir. Sən tarihin barədə qərar verilir. O beyin çox dəyərlidir. Və onun dəyəri yox ki, biz özümüz ucuzlaşdırmışıq. Mən misal burada da vurgulamaq istəyirəm. Qardaşımın çox gözəl bir sözü var. Onu hər yerdə görürəm. Eyni bu su badamlı marketdə 1 manatdır. Kafedə 2 manatdır. Aeroportda 8 manatdır. Yerinə görə dəyər verilir. Həmin bu badamlı. Marketdə 1 manat. Kafelərdə 3 manatdan 2 manat, 3 manata sayılır. Səviyyəyə görə kafelərdə. Aeroportda 5 manat, 7 manat arasında satılır. Təyyarələrdə isə baha qiymətə. Yəni low costlarda həmin bu su baha qiymətə satılır. Yerinə görə qiymət dəyişir. Allah razı olsun Elnur bəy. Siz yerinizi dəyişməyin elə bizim yox, asla. Bəni tanıyan tanıyır. Bəli. Fikrinizi izah edə bildinmi? Yəni sizin bu söhbət açıldıqca mənə bu konuyu həssas yerimə toxundunuz. Yəni də insanlar yəni ucuzlaşdırırlar özümüzü. Başa düşdünüz? Sən özünü niyə ucuzlaşdırırsan? Sən ali savadlı həkimsən. Birinci özünə dəyər verməlisən ki, qarşı tərəf özünü dəyərləndirsin. Yəqin ki, əvvəlki dönəmlərdəki problemlər bu. Qalıb axı hər insanlarda. Şuurda altı qalıb. Qalıb. Fikrimi izah edə bildin? Yəni mən də belə deyək, neçə illərdir bu işin içərisindəyəm. Həkimlərlə müsahibələr alıram və yaxud da bizim SMM xidmətləri göstəririk. Bəzən klinikalarda, bəzən əməliyyat yerlərində oluram. Həqiqətən də 5 il, 10 il bundan qabaq ki, Azərbaycan səviyyəsinə baxanda bugün həqiqətən də gör fərq var. Müzakirə edilməyəcək gör fərq var. Çox sağ olun Elnur bəy. Maraqlı müsahibə oldu. İnşallah bir gündə belə ümumi həyatdan danışarıq. Sizin maraqlardan danışarıq podkast. Bizim bəlli bir yaşımız var. Nələr gördük, nələr. Hələ də görürük hər gün. İnşallah. Təşəkkür edirəm. Allah'a emanet. Sağ olun. Sağ olun. Əziz dostlar, videomuzu bəyənməyi, like eləməyi unutmayın. Təşəkkür edirəm.